əsas istiqamətimi qabiliyyət imtahanına tutmuşdum. Bu qərarla bu ilin üçün şamil olunmamasının tərəfdarıyam. Son 2 ay qalmış imtahana. Qrupumu dəyişdim. Hətta əgər qrupu seçsəm, proqramı çatdırıb-çatdırmayacağım belə bəlli deyil. Və mən hal-hazırda gələcəyim şübhə altında qalıb. Dizayn ixtisasına qəbul qaydalarında edilən dəyişiklik İbrahim Qurbanov kimi bir çox abituriyenti çətin vəziyyətdə qoyub. Belə ki, artıq dizayn ixtisasına qəbul zamanı qabiliyyət imtahanlarının nəticəsi yox, ümumi test balı əsas götürüləcək. Elə müsahibim Rəmziyə Rəsulzadə də tədris ilinin ortasında verilən bu qərarın növbəti ildən tətbiq olunmasını istəyir. Dizayn əslində sırf qabiliyyət tərəf edən bir ixtisasdır. Bəzi universitetlər var ki, dizayn ixtisası üzrə sırf buraxılış balına baxırlar, qabiliyyət tələb etmirlər. Bu, bizim kimi illərdə hazırlaşan abituriyentlər, məzunlar üçün də haqsızlıq hesab olunur. 2025-ci il məzunuyam. Bu sahə üzrə hazırlaşırdım və çox təəssüf ki, kəsildim imtahandan və fikirləşirdim ki, yenidən hazırlaşım. Daha çox qabiliyyətə önəm verməyə başladım. Fikirləşirdim ki, daha çox qabiliyyətə önəm veriləcək. Buraxılış balı o qədər də önəmli deyil. Ona görə buraxılış balımı dondurub qabiliyyət üstündə daha çox hazırlaşmağa başladım. Bacarımı daha da yaxşılaşdırdım. Ancaq çox təəssüf ki, belə qərar alındı. Mən kimi bir çox uşaqlar da var ki, onlar kəsiliblər ki, məndən eyni fikirdədirlər. Düşünürəm ki, ən azından gələn ildən verilsə bu qərar daha yaxşı olar. Ekspertlər də deyirlər ki, ilin ortasında qəbul qaydalarının dəyişdirilməsi gənclərin gələcək planlarına ciddi zərbə vura bilər. Bu qərar 2027-ci ildə tətbiq edilsin. Çünki artıq ilin ortasında müəyyən bir dəyişiklik edilməsi onların həm maddi, həm də mənəvi tərəfdən mənfi təsir göstərir və abituriyentlərin də təbii ki, əsas istəyi, yəni hazırda bu qərarın növbəti ildən tətbiq edilməsi, yəni təbii ki, onlar bildirirlər ki, bu verilmiş qərara bizim narazılığımız yoxdur. Əsas narazılığımız bu qərarın ilin ortasında verilməsidir və adətən Dövlət İmtahan Mərkəzi tərəfindən qərarlar ilin ortasında yox, belə deyək, daha çox ilin əvvəlində, yəni növbəti illər üçün bu qərar veriləndə artıq belə deyək, məlumat verirdilər ki, bu 1 ildən, 2 ildən sonra bu yeni qərar tətbiq ediləcək və bu abituriyentlər də artıq o verilmiş qərarın növbəti ilə aid olduğunu bildiyi üçün həmin o qərara uyğun olaraq da addım atırdılar. Dövlət İmtahan Mərkəzindən deyildi ki, 2026-cı ildən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək. Bu qərar ali təhsil müəssisələri ilə razılaşdırmaqla qəbul olunub. Qiymətləndirmənin bu cür aparılması həm xüsusi qabiliyyətə malik, həm də yüksək intellektual hazırlığı olan imtahan iştirakçılarının müvafiq ali təhsil müəssisələrinə qəbul olmasına şərait yaradacaq.